Azərbaycanlılarla Amerikalıların dostluq barəsində fərqli anlayışını sizə deyəcəm. Deməli, bir dənə rəfiqəm var, sırf Amerikalıdır və yaxşı qızdır əslində, yəni dostluğa da pis deyil, sadəcə Amerikalıdır. Yəni Amerikalı kimi eləyir dostluğunu. Və mən də buna okeyəm. Neçə dəfə bizə gəlib, stol açmışam, çöldə, bayırda bir yerdə oturmuşuq, hesab məndən belə kişi ortaya düşmüşəm. Keçən dəfə bir yerə getməli idik və bunu gözləyirəm aşağıda. Deyir ki, qalx yuxarı, mən biraz vaxt çəkəcək. Dedim, okey, ilk dəfə onun evinə qalxdım və hazırlaşacağım dediyi şey yemək yiyəcəkmiş. Belə oturdum mətbəxdə, getdi yeməyini ısıtdı və qoydu qabağına başladı yeməyə. Yəni ac değildim, ondan deyiləm, amma sadəcə nə bilim belə qəribə oldum, çünki belə ki oturub ağzına baxıram kim olur. Yəni heç olmasa Allahın çayını təklif eləsəydi ya da nə bilim istəyirsənmi bir soruşsa, yəni bir təklif elə ya da heç nə demədən mən oturum maşında sənin gözlüyüm aşağıda. Bir 20 dəqiqə oturub gözləmişəm. Oturub belə yeməyini yeyib, üstündən çayını içib və sonda dedim ki, bir dənə də çay mən ala bilərəm. Biz çayxor bir millətik. Dedi ki, hə, istəyirsənsə get siz iç, yəni. Rahat hiss elə. Yəni nə rahatı. Təbii ki, bizim dostluğumuz bitmədi. Mən başa düşürəm, o elə bir qızdı. Yəni sadəcə o qədər fərqli. Allah'ım, bizim dostluqlar, nə bilim, insan evindəkini satıb dostuna verir. Biz də biraz Türklər demiş, yəni abartırıq o mövzuda. Özümüzü istifadə elətdiririk. Amma nə bilim, çox qəribimə gəldi. Çox qəribə bir vəziyyətdəydi. Böyle çox sakit oturdum. Sadəcə belə hara baxacağımı bilmirəm və söhbət də eləmir. Oturub yemək yeyir. Ay çox acam, ay çox acam falan. Yavrucuğum. Ay, siz də fikirləşirsiniz bu barədə. Mənim düşdüyüm hallar. Özünüzə yaxşı baxın, sizləri çox sevirəm. Siz mənə daha yaxın dostsuz, inanıram yəni. Bir şey olsa siz mənə daha çox kömək eləyərsiniz, nəinki onlar.